Salam dostlar. Ən çox rastlanılan səhvlər silsiləsindən növbəti sualı sizlərə izah edirəm. Zər və yaxud da ki, qumar oyununda istifadə edilən die və dice ifadələri. Qeyd edim ki, die eyni zamanda feil kimi işləndikdə ölmək mənasını verir. Burada isə isim mənasında gedir. Onun fərqinə fikir verin. Deməli, cümlədə kontekstdə fikir verəcəksiniz ki, burada testin cavabında yanlış variantı seçməyəsiniz. Die tək formadadır. Bir ədəd oyun zərini ifadə edir. Onun cəm forması isə dice. 2 və yaxud da daha çox zəri ifadə edir. Qeyd edim ki, müasir danışıq dilində artıq tək zərə də dice deyirlər. Lakin formal, qrammatik cəhətdən tək die, cəm isə dice götürülür. Diqqətinizə görə sağ olun. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Digərləri də bu videodan faydalansınlar.